Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve aqibatu lil muttaqin ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli amma ba'd. Deməli biz bundan öncə Rasulullah sallallahu aleyhi ve sellemin uşaqlıq dönəmindən bəhs etdik və dedik ki, o dönəmdə Rasulullah sallallahu aleyhi və səlləmin başına bir çox uşaq olduğu halda bir çox imtihanlar gəldi və bunun səbəbi dedik ki, Allah subhanahu wa ta'ala artıq onu böyük bir məsələ üçün, böyük bir dəvət üçün, böyük bir yük üçün Allah azza və cəllə onu hazırlayırdı. Doğulmadan öncə atası vəfat etdi, 6-7 yaşında anası vəfat etdi və 8 yaşlarında da təqribən babası vəfat etdi. Və sonra bundan sonra artıq əmisi Əbu Talib onu himayə edir. Lakin Əbu Talibin onu himayə etməsi babası Abdülmuttalibin onu ona yönləndirməsi ilədir. Çünki Əbu Talib əmilərinin içərisində daha yumşaq qəlbli, daha sahib çıxan bir kimsə olduğundan dolayı Abdülmuttalib onu Əbu Talibə yönləndirir. Və Əbu Talib Rasulullah sallallahu aleyhi və səlləmdə fərqlilik hiss eləyir və görür ki, bu öz yaşıdında olan insanlar kimi deyil, öz yaşıdında olan gənclər kimi deyil, onda bir fərqlilik olduğunu görür və həmçinin onda olan o fərqlilik səbəbi ilə onu özü ilə bərabər ticarətə aparır. Şama ticarətə gedəndə özü ilə aparır. Bir yerdə böyük bir məclis olanda yaşlı insanlar orada əyləşib bir fikir irəli sönəndə Muhammed sallallahu aleyhi və səlləmi özü ilə aparır, çünki onu öz yaşıdından fərqli görürdü və həmçinin onda olan bərəkəti də görmüşdü və əməl batil olmaqla bərabər Allah azza və cəllədən bir şeylər istəyəndə deyirdi ki, onun üzü hörmətinə, yəni Rasulullah sallallahu aleyhi və səlləmin üzü hörmətinə Allahdan bir şeylər istəyirdi. Təbii bu batildir, bu şirkə aparan bir yoldur, lakin bu müşriklərdə bu cür adət var idi. Onlar hörmətli bir kimsəni, bərəkətli bir kimsə gördüklərində onun üzü hörmətinə bir şeylər istəyirdilər. Və Rasulullah sallallahu aleyhi və səlləmdə olan bu yaşından fərqli görünmə məsələsi və həqiqətən biz görürük ki, Allah azza və cəllə bir kimsəni tövhidlə izzətləndirdiyi zaman, bir kimsəni İslam ilə izzətləndirdiyi zaman, o insanlarda da necə ki Rasulullah sallallahu aleyhi və səlləmdə o olğunluq, o fərqlilik var idisə, bir gənc insan düşün, həmin o gənc Allah azza və cəllə iman gətirib, şirkdən tövbə eləyib, Allah azza və cəllənin əmirlərini yerinə yetirir, Allah azza və cəllənin dininə yardım eləyir. Belə bir gənc heç bir zaman öz yaşıdları ilə eyni görsənmir. Nə ağlı cəhətdən, nə fiziki cəhətdən, nə baxışında, nə gülüşündə, nə yerişində sanki bu insanları Allah azza və cəllə bir fərqli edir. Həmin o fərqlilik Allah azza və cəllənin insana vermiş olduğu bir izzətdir. Həmin o fərqlilik Allah azza və cəllənin qulu izzətləndirməsidir. Allah azza və cəllənin qulu öz yaşıdlarından fərqli etməsinin səbəbi həqiqətən də bu bariz bir görünmədir və həmin o dönəmdə də insanlar Muhammed sallallahu aleyhi və səlləmdə bunu görürdülər. Çünki ağır yüklə yüklənən bir insan, belində ağır yük daşıyan insan heç bir zaman öz yaşıdları ilə eyni ola bilməz. Onun fərqli görünməsi labiddir və bu da Allahdandır, azza və cəllədən. Və həmçinin Rasulullah sallallahu aleyhi və səlləmin peyğəmbərlik verilməmişdən əvvəlki dönəmdə, gənc olduğu dönəmdə Hilful Fudul deyilən bir anlaşma olur. Həmin o anlaşmada Rasulullah sallallahu aleyhi və səlləm də iştirak eləyir. Bu nədir? Hilful Fudul, yəni fəzilət sahibləri, yəni fəzilətli insanlar o diyarda kimlər ki əziyyətə məruz qalırdı, kimlər ki gəlirdilər ticarət etmək üçün onların mallarına əl qoyulurdu, malları əlindən alınırdı və həmin o dönəmdə əgər o malına əl qoyulan kimsə, həmin o malına əl qoyulan kimsə zəif və malını əlindən alan kimsə də güclü bir kimsə idisə, heç kim ondan o malı ala bilmirdi. Və həmin bu insanların bir araya toplanması da bu səbəblə gerçəkləşir. Həmin o yerdə güclü insanlar bir araya gəlirlər və deyirlər ki, zülmə uğrayan insanların haqlarını, qıraqdan gələn insanların, zəif insanların mallarını əlindən alanda biz bu ədaləti bərpa eləyəcəyik.
həmin ədaləti bərpa eləyəcəyik və haqq sahiblərinə haqlarını çatdıracağıq. Və həmin bu şey göstərir ki, tarixdə də belə şeylər olub. Yəni güclü olan bir kimsə zəif olan kimsənin malını əlindən alıb. Və bu gün də modern dünyada da bunun şahidi oluruq ki, gücü olan zəif olandan istədiyi zaman ala bilir. Və lakin Peyğəmbər sallallahu aleyhi və səlləm hətta bu anlaşmanı, bu bir araya gəlməni Peyğəmbər sallallahu aleyhi və səlləm o qədər bəyənir ki, hətta bir sözündə deyir ki, əgər İslamdan sonra da belə bir ittifaqa dəvət olunsaydım, yenə də qəbul edərdim deyir. Yəni Rasulullah sallallahu aleyhi və səlləm bu şeyi bir araya gəlinib, insanların haqlarını qorumağı aleyhissalatu vesselam bəyənmiş və özü də bizzat orada iştirak etmişdir. Və bu məsələni bəzi bidət əhli fərqli məsələlər üçün də dəlil gətirmişlər, lakin məqam o məqam deyil. İnşallah bunu irəlidə bidət əhlinin şübhələrinə cavab verdiyimiz zaman, onların şübhələrinə cavab verdiyimiz zaman bu məsələdən də bəhs edərik. Bu məsələ ağlınızın bir yerində qeyd edilmiş olsun. Və bu hadisənin bizə öyrətmiş olduğu şeylərdən birisi, əgər hətta bir neçə toplum kafir toplumları ilə bərabər birləşib, zülmə qarşı bir arada olmaq nədir? İcazəlidir. Məsələn, bir yerdə bir insana zülm edilib və yaxud da bir bəldədə mazlumlara zülm edilir. Həmin o bəldənin güclü olan insanları, hətta kafir olsalar belə, onlarla ittifaq edib, həmin o mazluma yardım etməkdə, haqqı bərqərar etməkdə nə edilə bilər? İnsanlar bir araya gələ bilərlər. Yəni, müsəlmanlarla kafirlər bir arada həmin o zülmü aradan qaldıra bilərlər. Lakin o şərtlə ki, müsəlmanlardan haram və yaxud da şirk və yaxud da küfr olan hər hansısa bir şey tələb edilməzsə. Əgər bu olarsa, təbii ki, müsəlmanların belə bir ittifaqa nə etməsi, yaxın durması kəsinliklə və kəsinliklə caiz olmayan işlərdəndir. Lakin müsəlmanların diqqət etməsi gerəkən məsələlər o anlaşmada qorunarsa, müsəlmanlar kafirlərlə ittifaq edib hər hansısa bir xeyir üçün bir araya toplana bilərlər. Bu hadisə də bizə onu öyrədir. Hardan bunu öyrənirik? Rasulullah sallallahu aleyhi və səlləmin İslamdan sonra da belə bir ittifaqa dəvət olunsaydım, qəbul edərdim sözü bizə bunu göstərir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm gənc yaşlarında çobanlıq eləyir. Və biz baxırıq, görürük ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən başqa digər Peyğəmbərlər də çobanlıq eləyiblər. Və bu çobanlıq edilməsi həqiqətən insanın diqqətini çəkir. Yəni, tək Muhammed sallallahu aleyhi və səlləm yox, digər Peyğəmbərlər də çobanlıq ediblər. Və elm əhli Peyğəmbərlərin çobanlıq etmə hadisəsini, bunun elə-belə bir şey olduğunu, yəni elə-belədən təsadüfi bir şey olduğunu deyirlər, bu mümkün deyil. Çünki deyirlər, çoban olan insanın bir çox xüsusiyyəti var. Çoban olan insanın bir çox fərqliliyi var digər insanlardan. Çoban olan insanlar deyirlər, birincisi cəsarətli olurlar. Yəni, çoban olan insanlar cəsarətli olurlar. İkincisi, çoban olan insanlar idarə etmiş olduqları o sürü var, onları idarə etməklə böyük şeylər öyrənirlər. Və bu həqiqətən də xüsusi bir işdir ki, çobanlıq hər kəsin edə biləcəyi bir iş deyil və həqiqətən də fəzilətli, əzəmətli, dəyərli bir işdir insanın çobanlıq etməsi. Bəzən baxırsan ki, bizdə bir insanla istehza eləyəndə deyirlər ki, çoban və s. Fəqət həqiqətdə çobanlıq istehza ediləcək, küçümsəniləcək bir sahə deyil. O istehza eləyən adamı apar qoy o çobanın yanına, demə çobanlıq elə, denən otur onun yanında 2 gün, görür otura bilir yoxsa yox, otura bilməyəcək. Həqiqətən də o əzəmətli bir işdir və insana həyatda bir çox şeyləri bərabərində öyrədir. Və yenə Peyğəmbər sallallahu aleyhi və səlləmin gördüyü işlərdən birisi də ticarət idi. Yəni aleyhissalatu vesselam Əbu Talib onu özü ilə bərabər nə edirdi? Əbu Talib onu özü ilə bərabər aparırdı və aleyhissalatu vesselam ticarət edirdi və bunu gözəl bir şəkildə yerinə yetirirdi. Və bu da həqiqətən də elm əhlinin qeyd etdiyi məsələlərdəndir ki, ticarət də insanı fərqli bir məqama qaldıran işlərdəndir. Çünki ticarət edən insanlar insanları daha yaxşı tanıyırlar. Ticarət edən insanlar qarşıdakı insan bir şey danışanda onun həmən nə demək istədiyini daha tez anlayır. Yəni, ona görə ticarət etmək nədir? Yəni, bu iki işin Rasulullah sallallahu aleyhi və səlləmdə olması elə-belədən deyil, bir hikmətə dayalıdır. Allah ən doğrusunu bilməklə bərabər elm əhlinin təsbit etdiyi hikmətlər bunlardır və Allahın bildiyi, bizim bilmədiyimiz nə qədər isə
hikmətlər var. Allah ən doğrusunu bilir. Və yenə Peyğəmbər sallallahu aleyhi və səlləm artıq 25 yaşlarında Xədicə anamızla evlənir. Və bilirsiniz, Xədicə anamız Rasulullah sallallahu aleyhi və səlləmdən 15 yaş böyük idi. Bəs necə olur Xədicə anamızla evlənməsi? Xədicə anamız onun əxlaqına, onun ticarətdə olan düzgünlüyünə, yanında olan, onunla bərabər ticarətə gedən insanlardan soruşur. Bu Muhammed necə bir insandır? Yəni necə olur ki, onunla bərabər gedənlər daha az karlı işlərlə gəlirlər, amma Muhammed isə gedir, daha malı, yəni getmiş olduğu maldan 2 qat daha artıq malla, malın karı ilə geri gəlir. Bu Xədicə anamızın diqqətini çəkir və insanlar deyirlər ki, vallahi görmüş olduğumuz ən dürüst insandır, görmüş olduğumuz ən ədəbli insandır. Elə bir kimsə ilə yol gedirik ki, həmin o kimsədə xainlik olmur, həmin o kimsədə fərqli şeylər olmur. Onun yerişi bizim üçün ədəbdir. Yəni Rasulullah sallallahu aleyhi və səlləmin ədəbini, onun ticarətdə olan əxlaqını, onun dürüstlüyünü tərifləyirlər və Xədicə anamız da nə edir? Rasulullah sallallahu aleyhi və səlləmə evlilik təklifi edir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Xədicə anamıza yox, Xədicə anamız Rasulullah sallallahu aleyhi və səlləmə evlilik təklif edib və bu da təbii ki, heç bir şey özünə olmur. Necə Allah subhanahu wa ta'ala buyurur ki, İnnə kullə şeyin xaləqnəhu bi qədər. Biz hər bir şeyi bir qədər ilə yaratdıq. Yəni Xədicə anamızın onlar razı qalıb ona evlilik təklif etməsi və Rasulullah sallallahu aleyhi və səlləm elə bir kimsədir ki, gedib Məkkədə kimin qapısını döysə qızını ona verəcəklər. Dürüsttür, əmindir, insanların sevimlisidir. Əmisi Abu Talib ona sahib çıxıb, ona kəfildir. Belə bir kimsə hansı qapıya getsə qız verəcəklər ona. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləm özündən 15 yaş böyük olan Xədicə anamızla evliliyə razı olması həqiqətən də bu Allah subhanahu wa ta'alənin nədir? Təqdiridir. Həm zəngin idi Xədicə anamız, Rasulullah sallallahu aleyhi və səlləmin dəvətinə böyük bir yardım eləyəcəkdi. Allah subhanahu wa ta'ala hazırlayırdı. Allah azza və cəllə elə bir kəsləri Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına verdi ki, ilk iman gətirən insanlardan birisi də kim olur? Abu Bakr radiyallahu anhu. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında ilklərdən olan Abu Bakr radiyallahu anhu yenə o da malı ilə Rasulullah sallallahu aleyhi və səlləmə yardım edir və həmsinin Xədicə anamızda. Və həmsinin vəhiy gəldikdə Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında elə bir qadın olmalı idi ki, deyirlər. Həmin o qadın olğun bir qadın olmalı idi. Yəni gənc bir qadının qaldıra biləcəyi bir şey deyildi. 15-16 yaşında bir qızın qaldıra biləcəyi bir məsələ deyildi. Amma biz görürük, şahid oluruq ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gələn vəhyi izah etdikdə Xədicə anamız Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, Allah səni zayi etməyəcəkdir. Allah səni zayi etməyəcək. Bu olğun bir qadının, təcrübə sahibi bir qadının deyə biləcəyi cümlələrdir və Rasulullah sallallahu aleyhi və səlləmi sakinləşdirir və səni deyir, əmim oğlu Varaqanın yanına aparım deyir, onunla da bu məsələni danışaq. Və həqiqətən də bu göstərir ki, Xədicə anamızın həm malı ilə Rasulullah sallallahu aleyhi və səlləmə dəstək olacağı günlər yaxın idi və həmçinin də Peyğəmbər sallallahu aleyhi və səlləmə vəhiy gəldiyi zaman onun yanında dayanan, ona təskinlik verəcək olan, ona olğun davranacaq olan bir qadın Rasulullah sallallahu aleyhi və səlləmin yanında olmalı idi. Və həqiqətən də bu onu göstərir ki, qadının bir kişi üzərində onun qəlbinin təskinləşməsində, onun rahatlığa qovuşmasında bəzən qadının bir kəlməsi belə həmin o kişini, hətta təsəvvür elə ki, həmin o kişi Rasulullah sallallahu aleyhi və səlləmdir. Həmin o sözü deyən Peyğəmbər sallallahu aleyhi və səlləmin yoldaşı Xədicə radiyallahu anhədir və bu onu göstərir ki, bəzən qadın kişiyə elə bir cümlə deyər ki, onu cəsarətləndirər, onda olan bütün narahatlığı apara bilər. Yəni qadın ki, kişiyə dedi ki, Allah səni zayi etməyəcək, Allah səninlə bərabərdir, Allah bizimlə bərabərdir, artıq bu kişinin qarşısında heç nə dayana bilməz. Onun narahat olduğu, onun qorxmuş olduğu bütün qorxular bərabərində qalxır. Necə ki, İbrahim aleyhisselam zikr etmişdik. Zövcəsi nə dedi? Get dedi, Allah bizi zayi etməyəcək. Get bizi, Allah zayi etməyəcək. Həqiqətən də bu cümlələr əzəmətli cümlələrdir. Həmin bu cümlələr kişiyə güc verən,
kişinin qarşısında bütün maneələri aşmağa səbəb olan cümlələrdir. Amma o ki qaldı, qadın deyərsə ki, qorxmaq lazımdır, sənin başına bir iş gəlsə biz nə olacağıq, sənə bir zərər gəlsə bizim halımız nə olacaq, sənin başına bir hadisə gəlsə bizim yeməyimiz, içməyimiz necə olacaq? Mümkün deyil ki, bu kişi Allahın rəhm etməsi istisna olmaqla həmin adamın ayaqları olmuş olduğu yolda sabit olsun. Bu da nədir? Qadınlarımızın kişilərə bu xüsusda Allah Azza və Cəllənin əmr etdiyi şəkildə onlara rahatçılıq verməsi və şübhəsiz ki, Allah bizi zayi etməyəcək bildirmələri. Və həmçinin Rasulullah sallallahu aleyhi və səlləmin gəncliyində diqqət çəkən məqamlardan birisi, Peyğəmbər sallallahu aleyhi və səlləm heç bir zaman o cahiliyyə insanları ilə bərabər, yəni Peyğəmbərlik gəlməmişdən öncə Rasulullah sallallahu aleyhi və səlləm o cahiliyyə insanları ilə bərabər heç bir zaman içki masasına əyləşmədi. Heç bir zaman qadınların əylənmiş olduğu yerdə Rasulullah sallallahu aleyhi və səlləm olmadı. Onların fısk məclislərində Peyğəmbər sallallahu aleyhi və səlləm olmadı. Hətta bir sözündə Rasulullah sallallahu aleyhi və səlləm özü deyir ki, Məkkədə deyir bir toy var idi, mən deyir ora getdim deyir. Tam deyir Kəbənin girişinə çatanda həmin artıq deyir o toyun səslərini eşidirdim. Fəqət deyir üzərimə ağırlıq çöktü. Mən deyir dedim ki biraz yuxumu alım və deyir tam deyir orada yuxumu alacağım yerdə yatıb və bir gün sonra qalxmışam. Bu hadisə deyir 2 dəfə təkrarlandıqdan sonra artıq bildim ki bir şeylər mənə o yerlərə getməyimə mane olur. Təsəvvür edin, Allah subhanahu wa ta'ala Peyğəmbər olaraq insanların önünə çıxaracağı insanı belə şeylərdən qoruyur. Belə şeylərlə Peyğəmbər sallallahu aleyhi və səlləm həqiqətən də bu önəmli bir məsələdir. Siz təsəvvür edin ki, müşriklər Rasulullah sallallahu aleyhi və səlləmin önünə keçib deyə bilmədilər ki, o Peyğəmbərlik iddia eləyəndə, sən necə bir Peyğəmbərsən ki, Allah səni qorumadı, sən bizimlə bərabər içki masasında əyləşən, sən bizimlə bərabər qadınların oynadığı məclislərdə əyləşən, sən bizimlə bərabər yeyib içən adam idin, deyə bilmədilər. Allah Azza və Cəllə öz Peyğəmbərini qorumuşdu. Həqiqətən də bu qorumaq əzəmətli bir şeydir. Çünki baxın, bu günləri belə, məsələn, bir insan iman gətirir və bunu həmən hər kəs bu durumu yaşayır. Cahiliyyədən keçir İslama, cahiliyyədə o qədər fısk içərisində, o qədər dostları ilə etmədiyi bir elə bir fısk yoxdur ki, həmən qalmayıb. Həmin o İslama gələn insan gedir o öz dostuna dini anlatanda, deyir, indi başımıza deyir, molla kəsilmirsən, dünənləri sənlə biz filan əməl eləyirdik, dünən sənlə filan yerlərə gedirdik, filan ölkədən girib filan ölkədən çıxırdıq, nə bilim nələr eləyirdik, gülür, istehza edir və deyir ki, indi başımıza molla kəsilmirsən. Bu müşriklərin ortaq sifətidir. Təbii ki, bu batildir. Bir insan iman edibsə, Allah Azza və Cəllə onun bütün keçmişini silir, aparır. Lakin müşriklər bunu anlamadığına görə nə edirlər? İnsanlara bu kimi şeylərlə önünə gəlirlər və Peyğəmbər sallallahu aleyhi və səlləm isə bu kimi şeylərdən qorunmuşdu. Ta ki, müşriklər onun önünə keçib, onu belə bir şeylə ittiham edə bilmədilər. Və həmçinin hadisələrdən, Peyğəmbər sallallahu aleyhi və səlləmin gəncliyində yaşanan hadisələrdən Kəbənin inşasını, yəni yenidən inşa etmək istəyirdilər. Yəni Məkkəli müşriklər Kəbəni yenidən inşa etmək üçün bir araya gəlirlər. Və deyirlər ki, biz bunu İbrahimin təməlləri üzərinə edə bilmirik. Yəni gücümüz yetmir. Nə etməliyik? Biraz onu kisildirlər, biraz yanlarından, biraz üstündən alırlar və tam olaraq İbrahim əleyhissələmin tikdiyi təməllər üzərinə tikə bilmirlər. Və bu zaman da artıq maddi yardım lazımdır. Və deyirlər ki, hər kəs maddiyyət olaraq yardım etsin. Və lakin burada diqqət edilməsi gerəkən məsələlərdən biri də budur ki, onu deyən insanlar deyirdilər ki, yalnız bir şərtimiz var. Bu gətirəcəyiniz pulları halal yolla qazandığınız pullardan gətirin. İçkidən, qumardan, faizdən, faiz, zülüm, oğurluqla əldə edilən mallar olmasın. Halal yolla qazanmış olduğunuz mallar olsun deyirlər. Və təsəvvür eləyin ki, bütün müşriklər, bütün kafirlər öz oğurluqlarını bilirlər əslində. Hətta o günkü müşriklər nə deyirlər? Deyirlər ki, biz Kəbəni inşa eləyəcəyik, amma halal puldan gətir. O adamlar var, ömür boyu insanlara zülm eləyir, insanların malını yeyir, faiz, qumar, hər yerdən pul qazanır. Qurban kəsəndə deyir, bunu deyir, elə yerdən kəsək ki, deyir, qurbanlıq puludur deyir. Buna deyir, haram qatma deyir, o deyir, dükan işlədir, deyir, o dükandan arendanı götür, onunla kəsdir qurbanı. Səbəb nədir? Müşriklərin ortaq sifətidir.
Bütün müşriklər bilirlər ki, onlar oğrudular. Bütün müşriklər bilirlər ki, onların qazandıqları haramdır. Haram yoldan yediklərini, istiklərini bilirlər. Fəqət belə şeyə gələndə nə edirlər? Sanki halalla o həmin o etmiş olduqları şeyləri örtbasdır edib bu şəkildə vicdanlarını rahatlaşdırmağa çalışırlar. Və lakin Allah Subhanahu wa Ta'ala onların nə etmək istədiklərini ən yaxşı biləndir. Və həmçinin bu hadisə hansı ki, Kəbənin tikilməsi məsələsində bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə deyir ki, əgər qövmüm, hətta bunu Ayşə radiyallahu anhəyə deyir ki, əgər qövmün yeni müsəlman olmasaydı, mən deyir, Kəbəni yenidən İbrahimin inşa etdiyi təməllər üzərinə tikərdim. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm nə edir? Ehtiyat edir ki, qövm yeni iman gətirib, onlar üçün bu məsələ fitnə olacağından ehtiyat edir və Rasulullah sallallahu aleyhi və səlləm bu məşhur sözləri də qeyd edir. Həmin bu Kəbənin tikilişində, Kəbə tikildikdən sonra həmin bu toplumların arasında ixtilaf düşür. İxtilaf nə idi? Həcərül Əsvədi kim yerinə qoyacaq? Bir qövm deyir ki, biz qoyacağıq, bir qövm deyir ki, yox, biz qoyacağıq. Aralarında böyük bir ixtilaf düşür, hətta bu ixtilaf şiddətlənir. Və sonra qərara gəlirlər ki, bu qapıdan içəri kim birinci girsə, həmin kimsə bizim aramızda hakim olsun. O bizim aramızda hökm etsin, biz də onun hökmü ilə razılaşaq. Və biraz keçir, Muhammed sallallahu aleyhi və səlləm içəriyə daxil olur. Və deyirlər ki, vallahi biz bu adamdan razıyıq, doğru sözlüdür, heç bir zaman da yalan danışmayıb, ədalətinə də şahidik. Hər kəs Muhammed sallallahu aleyhi və səlləmdən razı olur. Və onda Allah Resulü aleyhissalatu və səlləm onlara deyir ki, siz belə edin deyir, yerə bir şey sərin deyir və Həcərəl Əsvədi onun üzərinə qoyun. Və sonra hər bir qövmün liderindən bir kimsə o Həcərül Əsvədin başında olsun deyir. Və hər kəs bir arada onu qaldırsın və mən də izin versəniz Həcərəl Əsvədi yerinə yerləşdirim. Deyirlər ki, sən necə də gözəl hökm etdin. Dedi axı Allah Subhanahu wa Ta'ala hər bir şeyi hikmətlədir. İnna kullu şeyin xalaqnahu biqadar. Hər bir şey Allah Subhanahu wa Ta'ala'nın qədəri ilədir. Allah Azza və Cəllə deyir ki, biz hər şeyi bir qədər ilə yaratdıq. Orada o insanların ağzından o kəlmənin çıxmağı təsadüfi deyildi. Onlar elə belə demədilər ki, biz Muhammeddən əminik, doğru sözlüdür, dürüst kimsədir, ədalətinə şahidik. Allah hələ öz peyğəmbərinə peyğəmbərlik verməmişdən qabaq belə nə etdi? O toplumu ondan razı etdi. Həmin toplum Muhammeddən sallallahu aleyhi və səlləmdən razı idi və öz dilləri ilə deyirdilər ki, Muhammed əbədən yalan danışmış bir kimsə deyil və onun dürüstlüyünə, ədalətinə biz şahidik deyirdilər və Allah bu sözü onların öz dilləri ilə dedirtdi və üzərindən bəlli illər keçdikdən sonra da Peyğəmbər sallallahu aleyhi və səlləm artıq öz peyğəmbərliyini nə etdi? İnsanlara bəyan etdi. Əslində bizim bu hadisələrdən alacağımız bir ibrət var. Biz müşrik bir qövmlə bərabər yaşayırıq. Biz dinsiz olan bir qövmlə bərabər yaşayırıq. Ehtiyac olan şey nədir? Həmin o dinsiz olan toplum bizim dinimizi qəbul etməsələr belə bizdən əmin amanlıqda olmalarını bilmələri lazımdır. Həmin o toplumun Müslümanlardan razı olmaları lazımdır. Dini qəbul eləməsə belə. Necə ki, Məkkəli müşriklər Muhammed sallallahu aleyhi və səlləmi bir çox şeylə ittiham etdilər. Dəli dedilər, məcnun dedilər, şair dedilər, amma yalancıdır demədilər. Amma demədilər ki, bizim ticarət mallarımızı yiyib. Amma demədi ki, Muhammed bizə xainlik edib. Demədi ki, Muhammed bizim malımıza, evimizə göz tikib. Belə şeylə Muhammed sallallahu aleyhi və səlləmi ittiham eləyə bilmədilər. Bu şey bizə onu göstərir, onu öyrədir ki, ticarət eləyəndə Allahın dinini düşünəcəksən. Yəni, öz nəfsindən, öz qazancından öncə Allah Subhanahu wa Ta'ala'nın dinini düşünəcəksən ki, etmiş olduğun balaca bir əməl Allahın dininə zərər gətirər. Yəni, insanlar deməsinlər ki, bu Müslüman olan insanlar bizim mallarımızı yedilər. Necə Peyğəmbər sallallahu aleyhi və səlləmə o qədər söz deyirdilər. Amma mallarını qorumaq üçün gətirirdilər onu Rasulullah sallallahu aleyhi və səlləmə təslim edirdilər ki, bizim mallarımız sənin yanında qalsın, sən bizim mallarımızı qoruyacaqsan. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm bilirsiniz, hicrət etdiyi zaman gətirir, həmin o malları Əli radiyallahu anhuya verir və deyir ki, ey Əli, haqq sahiblərinə haqlarını çatdır. Təsəvvür elə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə zülm olunub. Rasulullah sallallahu aleyhi və səlləm o bəldədən çıxır, gedir. Amma insanların mallarını özü ilə aparmır. Demir, onsuz da bu kafir qövmdür, bizə əziyyət eləyib. Ey Əli deyir, apar deyir, insanların haqlarını onlara çatdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərliyindən sonra belə olmayıb.
Peyğəmbər sallallahu aleyhi və səlləm Allah azza və cəllə onu elə bir şəkildə qoruyub ki, hatta peyğəmbərlik verilməmişdən öncə belə bu kimi şeylərdən qorumuşdu. Amma bu günləri baxırsan ki, cahillərin haqqında danışmış olduğu insanlar bıraq İslamdan öncə İslamda elə şeylərlə ittiham olunur ki, bu biabırçılıqdır. Oğurluqla ittiham olunur, nə bilim ticarət edib allatmaqla ittiham olunur, zina ilə, nə bilim nə ilə gəldi adam ittiham olunur. Belə bir şəkildə, belə bir formada insanları xeyrə dəvət etmək olmur. Belə bir formada insanları xeyrə dəvət eləyə bilməzsən. İnsanları dəvət eləyən bir insan mütləq belə açıq fısıqlardan, açıq günahlardan, münkər şeylərdən uzaq durmalıdır. Çünki toplum, insanlar mütləq səni bundan qınayacaqlar. Mütləq sənin gətirmiş olduğun dəvətə bununla zərər vuracaqlar. Və həmin o səbəbkar da insanın özü, nəfsi olur. Ona görə insan açıq şəkildə ediləcək fısıqlardan şiddətlə uzaq durmalıdır. Hətta sən ola bilsin ki, o malda zərər eləyəcəksən, amma sözünün üstündə duracaqsan. Allahın dinini düşünəcəksən, Allahın dəvətini düşünəcəksən. Ola bilsin ki, etmiş olduğun o alış-verişdə zərərə uğrayan sən olacaqsan, amma sözündən dönməyəcəksən. İnsanlar deyəcəklər ki, bu əmin olan kimsədir. İnsanların mallarını geri qaytarman lazım olduğu zaman insanların mallarını geri qaytaracaqsan. Ta ki, desinlər ki, müsəlmanlar güvənilir olan insanlardılar. Bunlar bizlə eyni dində deyirlər. Bunlar bizimlə eyni düşüncədə deyirlər. Bunlar bizimlə eyni safda deyirlər, amma bizə qarşı ədalətlidirlər. İnsanlar ixtilaf etdikləri zaman Muhammed sallallahu aleyhi və səlləmin yanına gəlirdilər ki, bizi mühakimə elə. Siz təsəvvür edirsiniz bu nə deməkdir? Yəni biz öz inancımızda olan insanların yanına getmirik. Çünki onları ələ almaq asandır. Onlar ola bilsin ki, nəfslərinə uysunlar, amma Muhammed ədalətli bir kimsədir. Gəlirdilər Muhammedin yanına ki, sallallahu aleyhi və səlləmin bizim aramızda hökm et. Bu necə izzət verici bir şeydir. Təsəvvür elə ki, bugün kafirlər arasında ixtilaf eləyib, gəlirlər müsəlmanların yanına ki, de görüm, o düzdür, yoxsa mən düzəm, o səhvdir, yoxsa mən səhvəm. Belə bir şəkildə gəlməsi həqiqətən də onu göstərəcək ki, sən dini düzgün yaşayırsan, insanlar səni ədalətli bilir. Nəfsin zərərə uğradığını bilsən də Allahın dinini düşün, Allahın dəvətini düşün. Və Peyğəmbər sallallahu aleyhi və səlləm həm Peyğəmbərlik verilməmişdən öncəki dönəmi, həm də Peyğəmbərlik verildikdən sonraki olan dönəminə bax. Hər iki dönəmdə dürüstlük var, hər iki dönəmdə ədalət var və bu da Allahdan da Allah azza və cəllənin qoruması ilədir. Biz də əl açıb Allaha dua eləyəcəyik ki, ya Rabbi bizi qoru ki, bizim əlimizlə bu dəvətə zərər gəlməsin. Necə imamlardan birisi deyir ki, hər bir müsəlman deyir, yəni İslamı düşün, İslam, hər bir müsəlman deyir, bu dəvətin, bu İslam dininin ətrafında duran bir qoruyucudur deyir. Və kafirlər deyir, izin vermə ki, sənin qoruduğun yerdən bu İslama saldırsınlar deyir. Yəni bu İslamı bir ortada düşün. Hər bir müsəlman deyir, bu İslamın tövhid dəvətinin ətrafında olan bir qoruyucudur. İzin vermə ki, deyir, kafirlər sən qoruduğun yerdən İslama daxil olsunlar. İnsan belə düşünsə, belə yaşasa, başa düşəcək ki, etmiş olduğu hər bir əməl, atmış olduğu hər bir addım bu dəvətə zərər yetirə bilər. İnsan gələ izin verməsin ki, onun durmuş olduğu yerdən insanlar, kafirlər içəri saldırsınlar və müsəlmanlara zərər getirsinlər. Sənin davranışın, sənin ticarətin, sənin alış-verişin, hər bir şeyin, qonşuluğun, qonşuluqda, valideyn münasibətlərində, qohum-əqrəba münasibətlərində insan gələ nəfsi istəməsə də, nəfsi ərinsə də, nəfsi tənbəllik eləsə də Allahın haqqını qorusun, bu dinin haqqını qorusun. Bu şeyləri qorusa, həqiqətən də Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu izləmiş olacaq və bu zamanda Allah azza və cəllənin bərəkətini görmüş olacaq. Allah azza və cəllə bizi eşidib fayda alan qullardan etsin. Bu da Rasulullah sallallahu aleyhi və səlləmin gəncliyi ilə bağlı olan dönəm. Yenə eyni şəkildə burada olan faydaları, kim nə fayda gördüsə, həmin o faydaları bir-bir başlıqlar şəklində yazacaq. Keçən dərsdə bunu demişdik. İnşallah 2-3 dərs sonra 2-3 dərsin faydasını birdən təhvil alacağıq. Və axiru davana enilhamdülillahi rabbil alemin. Kimin bu dərslə bağlı